Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç reallaşıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə 91 nəfər köçürülüb. Ailələrə mənzillərin açarları təqdim olunub. Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri iştirak ediblər. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər sevinclərini ifadə ediblər. Öz ata-baba yurdumuza qayıtmışıq. Niyə qədər harada yaşayırdınız? Bakıda yaşayırdıq, Opşteldə yaşayırdıq. Yataqxanada, bəli, çox çətin şərait var idi. Şükürlər olsun, özünüz də gördünüz. Yəni, sağ olsunlar, dövlətimiz təmir eləyiblər. Yəni, hər bir şəraiti var. Şükür bugünkü günə, bugün Ağdərə rayonuna ilk qayıdışdır. Bizim ailədə bu qayıdışda birinci olaraq iştirak eləyir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükür bugünkü günə.